Bilirsiniz kim idi Azərbaycanın ilk baş naziri? Fətəli xan Xoyski. Bu adam sadəcə vəzifə tutmamışdı. Bu adam ölüm hökmünə özü imza atmışdı. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin adını ilk dəfə sənədə yazan insan o olubdu. Həmin illərdə imperiya meydan oxumaq idi o. O da bilirdi ki, çox yaşamayacaqdı. Amma bunu bilə-bilə yenə də imza atdı. Həmin vaxtlarda Bakı işğal altındaydı. Dövlət Gəncədə quruldu. Burada hökuməti formalaşdırdı və bütün strukturları bir-bir yaratdı. Moskva Universitetini fərqlənmə ilə bitirmişdi və həmin illərdə bir Azərbaycanlı üçün bu nadir bir hal idi və bütün Cumhuriyyətin hüquqi əsaslarını özü hazırlayırdı. Amma nə qədər güclü olursan ol, erməni terror maşını dayanmırdı. 1920-ci ildə Tiflisdə küçənin ortasında Fətəli xan Xoyskini güllələyirlər. Nə üçün? Sadəcə Azərbaycanlı və dövlət qurucusu olduğu üçün. Ən ağırı da bilirsiniz nə idi? Bu adam sonluğunu qabaqcadan bilirdi və bir məktub yazmışdı. Məktubda belə yazırdı: əgər mən sabah sağ olmayacamsa, Azərbaycan sağ olacaqdır. Qəbri hələ də Gürcüstandadır və bir çox adam onun adını belə tanımır. Amma biz bugün azad danışırıqsa, o susub can verdiyi üçündür. Tariximizi unutmayaq. Sağ olun.